Kızlar salam, sabahınız xeyir. Kanalımıza xoş gəlmisiniz. Xoş gördük hər birinizi. Ümid edirəm hər şey yaxşıdır, hər şey yolundadır. Bir izləyici yazmışdı mənə, bu orxideya niyə belə balaca açır, mini açır? Bunun sortu belədir bacı. Bu xırda açan orxideyadandır. Əslində bu az açıb. Bu açanda bütün hər yeri doldurur çiçəklə. Bunlar böyük açır, qəşəng açır. Bizim bacılar, çoyğunlu, marozlu günlərimiz başladı. İnanın bir soyuq var, bir soyuq var. Evdən çıxıb çölə, mağazinə gedib gələnə tən burun, göz, qulaq donmayan yer qalmır valla. O dərəcədə soyuqlar başladı. Baxın, belə hava riski çevriləndə də insan xəstə düşür, ağrıyır, istiyə örgənir. Pramo belə dəyişəndə soyuqlu günə, onda da ki, heç yaxşı şeylər olmur. İnsan orqanizmi çox slab olur. Düşdü. Bunun buradan kəsəsiyəm. Stresə görə bu töküldü. Bütün tomurcuq da, çiçək də. Buradan kəsərik. Özünə gələr. Yaz qabağı bir də açmağa başlayacaqdır. Baxın, bunda bu da quruyubdur. Amma yeni tomurcuq gəlir. Buradan da yeni tomurcuğu var. Belə bacılar. Uçurdun ay bala. Altdan üstdən o qədər geyinmişəm. Soyuq təsir etməsin deyə istəyirəm sobada balqabaq bişirəm. Nədənsə ürəyim çəkdi. Uşaqlar getdi məktəbə. Evə biraz əl gəzdirdim, təmizlədim. Havaşına açılıbdır. Elə bir təzə tavarlar gəlibdir. Dedim alım gəlim. Bir də internetdə görmüşəm. Balqabağın dilimləyəndən sonra üstünə səsim çatırmır, bilmirəm, amma danışıram. Balqabağı dilimləyəndən sonra üstünə bir yemək qaşığı bal, biraz su qarışdırırsan, o silikon şotkularla üstünə çəkirsən, ondan sonra sobada bişirirsən, qaraciyərlərə çox xeyri var. Hə, bir də nəyə deyəcəkdim? 2-3 vlog bundan əvvəl mən ki, limonla sarımsaq düzəltdim. Bir-iki izləyici yazdı ki, yoldaşın içdi mi? Nə oldu xeyri? Düzü birinci ac qarına içdi, özünü yüngül hiss elədi. İndi düzəldənlər, içib baxanlar varsa da görün necə hiss edirsiniz. Kimin orqanizminə düşür, kimə düşmür. Yoxlamaq olar. Hər yer baxın. Marozlu günlərdir. Allah, bismillah. Üçdə bir hissəsini götürdüm qızlar. Təzə kəstirdim. Var idi kəsikləri. Dedim onlardan kesək. Dedi olar. Birini götürsəydim çox olardı. Dadını bilmirəm. İndi birazdan bişəndən sonra baxarıq, görək nədir. Elə də dolu toxumları da yoxdur. Ona görə də toxumlarını bəlkə atam. Baxarım, hələ bunu assam, görüm nədir, nə deyil. Görüm dadı nədir. Heç belə çeçi yiyən var mı sizlərdə? Pişmədən. Şirinisi nə elə çox yoxdur, nə də heç yoxdur deyə bilmərəm. Ortadır, yeməlidir. İndi bal da çəkəcəm üstünə, görək. İndi şirin gələcək özünə.
Biraz su, biraz baldı. Bacınızın bugün qoçaqlığı tutdu xanımlar. Gətirdi, qolunu çərmədi, kəsmə xəngəli etdi. Burada da bal qabağımız artıq hazırdır. Belə bu cür bişdi, amma hələ dadına baxmamışıq. Qəşəng yumşaqdır. Nə də elə üstü yanmadı. Görürsünüz nə gözəl alınıbdı. Kəsmə xəngəli də ki, biz tərəfdə belə bu cür hazırlanır. Yəni mən şəxsən belə görüb belə götürmüşəm. Bu kənd qatığıdır, amma bəzən də qurutdan da edirdik. O da lap gözəl alınırdı qatığın yerinə. İndi qatıq var deyə gətirdim, sarımsaq qatığı etdim. Biraz belə yağ soğan qovurdum tərəyağında. Buna soğanı az vurmuşam, çünki uşaqlar dedi bizimkilərə vurmayla. Bircə yağ olsun. Soğan sevmirlər. Amma yağ da bolcasına var. Altı bütün yağıdır, baxın. Qəşəng bol-bol yağ vurmuşam. İndi istəyirəm biraz irəliyən vaxtlarda da ayrı cür edəm. Bu soslu, ətli edilir. Azərbaycan tərəfdə məsələ elə bişirilir. Mən şəxsən heç bişirməmişəm. Bir gün də elə edərəm. Onun da dadına baxarıq, görək nə tər alınır. Belə xanımlar, göz haqqınızı halal edin. Biz də yeyək, bizə də nüş olsun. İnanın xanımlar, elə bil mən oturmuşam. Anam hazırlayıbdı. Elə ləzzətli alınıbdı. Allah bütün analarımızı qorusun, can sağlığı versin.
dünyasını dəyişən analara da Allahdan rəhmət diləyirəm. Tez-tez hazırlayan deyiləm, amma belə gec hazırlayanda da adamın uşaqlığı yadına düşür. Həqiqətən də belə böyük sinilərdə hazırlayırdım, amma toplanırdıq o sininin başına. Yəni bir boşqab bir adamın olmurdu. Yumru yekəş şirəli sinilər var idi. Ona çəkirdimi? Onun da qəşəng sarımsaq qatığıdı, bol yağ soğandı, vururdu. Biz uşaqlar da, nə bilim, məhrəm uşaqları olurdu, qonşularımız, qohumlarımız. Toplanırdıq, o sininin başına hərə bir tərəfdən oturub yeyirdik. İndi o günlər yadıma düşdü. Belə bacılar, Allah hər kəsə huzurlu, sağlıqlı ömür nasib etsin. Növbəti gündən hər birinizi yenə salamlayıram xanımlar. Dünən videomu tamamlaya bilmədim. Qaldıq bu günə. Bugün isə Nəsibə də evdə idi. Dedik ki, gedək biraz mağazalar gəzək, hərrənək. Bizə yaxın olan bir yerdən Yapon mağazası açılıbdı. Bunun içine hələ girməmişdim. Dedik ki, birlikdə girib baxarıq. İndi bilmirəm, mən Yapon düzmü dedim, amma bizim buralarda Japon deyilir. Nəsibə sizləri burada salamladı. Videonun üstündən səs yazdırmaq məcburiyyətində qaldım. Çünki həm yolda səs küyü idi, həm mağazanın içində musiqa var idi deyə ona görə bu cür səs yazdırmaq məcburiyyətində qaldım. Burada xanımlar, vazolara yaxınlaşdım. İnanın ki, vazolara baxanda həqiqətən çox xoşum gəldi. Əsas da bu, amma qaldırmağa qəşəng qolunda güc olması lazımdır ki, qaldırıb baxa biləsən. Çox ağır vazolar idi. Dəyişik şeylər çox gördüm. Maraqlı şeylər də gördüm, amma deyə bilmərəm ki, hamısı təzədir. Elə bir ki, ikinci əldən çıxan paltarlar var, belə antika olan bir şeylər var, nə bilim, Yaponların ən sevdiyi nələrdirsə. Qaşıqlar var, minnik, balaca. Bu nədir? Bu üsü kimi bir şeylərdir. Çaşqı bölməyə oxşayır. Burada belə rumkalar var. Bunlar dəmirdir, misdir, bilmirəm, amma qiymətlidir. Qiymət olaraq çox bahadır. Bu qazanın açıb baxanda içini gördüm, şok oldum. İçi elə bil yanıb, köhnə bir şeydir də, görünür ki. Amma dəyişik bir şeydir. Burada belə boşqablar var. Heç də ucuz deyil. Mənim aldığım boşqablardan qat-qat bahadır. Görüntü olaraq köhnə tavarlardır. Görünür ki, indinin məhsulları deyil, keçmiş vaxtının, bizim uşaq vaxtı gördüyümüz qab-qacaq nə viddi, elə o cür qab-qacaqlar var idi. Bunu bəyəndim, amma bu çox səliqəli idi, sadə idi, amma qiymət olaraq çox baha idi. Buralarda belə xırda-xuruş bir şeylər var. Bu da elə bil ki, əl işləmi idi. Bəzəyi, düzəyi əlinlə çəkilən bir şeyə oxşuyur. Bu da o qazanların elə bil ki, balasıdır. Paltarların qiyməti 500 tenge idi. 500 tenge də Azərbaycan pulundan 1 manat 70 qəpik, 80 qəpik arası edir. Amma paltarların heç biri üstünə geyinib gəziləsi paltarlar deyildi. Çox köhnə idi. Bu nə ikinci əl deyildi, nə üçüncü əl deyildi. Keçmiş vaxtının paltarları idi. Keçmiş vaxtının belə bu cür sumkaları var. Amma sumkalar mənə maraqlı gəldi. Əl işləmi var, dəyişik bir şeylər gördü gözüm. Çox maraqlı gəldi. Şəxsən bu üstündə zəhmət var da, bir-bir bunu toxuyub düzəldiblər. Burada ağac bölmələri, bu yüngülü idi. Buna maraqlandım. Bunu nəyə istifadə edirlər, onu da bilmirəm. Ağacdan belə bu cür nələrsə yaradıblar, nələrsə çaşqa bölmə bir şeylər hazırlayıblar. Onu deyim, bu mağazadan heç bir şey almadım. Yəni hər şey, bəziləri çox köhnə idi deyə almadım. Nə də elə də ürəyimə yatan bir şey olmadı ki, mən ona pul verim, alım aparım evə.
Çaşka bölmələr keçmiş vaxtının. Bu da çox ağırdı. Heç yerindən qaldırmaq olmurdu. Bunu nədə istifadə edirlər, onu da bilə bilmədim. Qazan təzədir. Amma qiymət olaraq çox bahadır. Dəhşət bahadır. Bu duplu bunlar nədir? Bundan bir şey anlaya bilmədim. Bundan nə istifadə edirlər? Yoxsa sotma yumurtanı qoymaqdan ötəridirmi? Bir anlıq axılıma gəldi. Baxın, bu bölmədən mənim mamamın var idi. Nə deyirdilər buna, yorumlarda yazarsınız. Dilimin ucundadır. Gəlib deyə bilmirəm, unutdum. Madonna mı nə deyirdilər? Baxın, elə bir servisi var idi mamamın, düz ondan idi. Antikalı bir şeyler var. Yani bu mağazada bizi cəlb edəsi heç nə olmadı. Oradan çıxdıq. Başqa bir mağaza var. İndi oraya gedirik baxmağa. Nəsibə heç gedib baxmayıbdı o mağazaya. İstədim o da buraya gəlmişkən getsin, baxsın. Oraya gedəndə amma əli boş dönmədik xanımlar. Özümüzə bir şeylər aldıq. Bir köynək mən aldım. Bir köynək də, yəni rubaşka mən aldım. Bir rubaşka da Nəsibə aldı. Nəsibə alan rubaşka ağ tülüydü, içi zərri. O xoşlayır elə modern şeylər geyinməyə. Mən aldığım rubaşkada kariçvi rəngi idi, atlası idi. Bu aralar bilmirəm, kariçvi rəngə çox meylim var. Çox xoşuma gəlir o rənglər. Birinci qab qacaqlardan başlayırıq. Qiymət olaraq bunlar münasib idi. Bəziləri baha idi, bəziləri ucuz idi. Yəni hər qiymətə də var idi. Çay pesok qabını göstərir Nəsibə, amma mən onu istəmədim, çünki plasmasdır deyə bəyənməmişdim. Alan vaxtı da görmüşdüm mən özümkiləri alanda. Qaşıq çox münasibdir. 570 tengidir. 2 manata elə bil ki, 6 dəst almaq olur. Burada niyə belə çəkirəm bilirsinizmi? Nəsibə əlini alıb, hər dəfə elə deyir, alım. Mən də alım. Deyirəm, neynirsən alıbsən qab-qacağı? Onu kəndə aparacaqsansa da o da yükdür deyə, ona görə əlinə alır, əlindən deyirəm, geri qoy, geri qoy. Belə bilini qabı almaq istəyirdi. Mən amma bundan istəyirəm alam. Biz kafelərdə bundan istifadə edirik. Çox asandır. Xəmir açmaq üçün çox asandır. Burada böyüyü də var, balacası da var. Alacağım amma bir gün o xəmir açanlardan alacağım. Burada çol plastinalardır, amma qiyməti çox bahadır. Mən çol plastina almışdım, sizlərlə paylaşmışdım. Qızıl aldığım videoda göstərmişdim. O plastinanı aldıq 8000'ə. Amma bahalı plastina idi. Onu da niyə elə indirimlə aldıq? Çünki karubkaları cırılmışdı ucları. Toylara, nişanlara deyir, sata bilmirik onu. Ona görə elə skitkaya qoyub satırdılar. Geri qoy deyirəm. Əlindən geri qoy, baxma deyirəm, sən alanmayıb belə şeylər. Aparmaq da hasad deyil. Yəni, burada yaşayır, hələ getmir, neynir ki? Belə bir şeylər də var idi. Bunu burada ləpə qoyurlar, üzüm qurusu qoyurlar, sırayla düzürlər. Qazaxların kəsəsidir. Bundan o vaxt istəyirdim almaq. Amma almamışdım. Burada keçdik paltarlara baxmağa. Elə yumuşaq materialı var idi xanımlar. Belə jilet kimi üstünə keçirirsən. Nazik köynəyin üstündən, koftanın üstündən rahat gəzirsən. Amma bəzi şeyləri elə bil ki, tük yığan materialı var idi. Şəxsən bu tük yığırdı. Üstündə də görünür tüklər. Bəzi şeylər var idi, çox gözəl idi. Arxa tərəfində bunun çox gözəl paltarlar var idi. Çox təəssüf ki, oraya çatana tam telefonumun zaryadkası öldü. Çəkə bilmədim. Ona görə mənə lazımdır telefonumu polnusu dolduram, elə çıxam çölə.
Bu kutka çox gözəl idi amma. Materialı çox gözəl idi. Qiymətinə baxıram, haraya yazılıb, tapa bilmədim. Var. Ha, buradadır. 14.900. 14.900. 14.950. Belə yubqalar var idi. Qalın yubqalar, qış yubqaları. Əvvəllər mənim olubdu. Bu sportivka Nəsibə elə bildi birinci altlı üstlü şalvar köynəyi idi, amma yubqa ilə, yubqa deyil, dondu, qolu dibindən sarafandı. Üstündən də ki, qolu da dibindən deyilmiş. Bəzilərinin qolluları da var. Atlaslar da var. Nəsibə də çox xoşlayır atlas paltarları. Burada artıq çıxdıq. Əlimizdə görürsünüz, hərəmiz bir şey almışıq. Nəsibə bayaq dediyim kimi tül aldı. Tül zərli rubaşka aldı. Onun altından qolu dibindən mayka geyinir. Onun üstündən onları geyinir. Özünün də var bir ikisi qara rəngi. Bu başqa cür idi. Belə modni geyinməyi çox xoşlayır bu qız. Amma mən rubaşka aldım. Kariçvi rəngi aldım. Atlas idi. Çox bəyəndim. Material da çox yumşaq idi. Çox qəşəng idi. Rubaşkamı da başqa bir videoda sizlərlə paylaşaram xanımlar. Bu videomu burada sonlandırdıq. Davamı olmadı. Davamını çəkə bilmədim. Evə gələndən sonra tələsik getdik başqa yerə. Qonaq yerinə getdik. Qaldıq belə yarı-yarımçıq. Ümid edirəm bəyəndiyiniz videolardan biri olmuşdur. Özünüzə yaxşı baxın, sağlıqla qalın, Allaha əmanət olun.